bax, həmən aktrisayam, yəni ki, o anda 89-cu ildə, 90-cı ildə bu sözləri hər bir adam demirdi. Mən o anda həmən zərif xanım, bir aktrisa, bir insan, bir vətəndaş idim. Söyləyirdim ki, Azərbaycanı xilas eləsə Heydər Əliyev xilas eləyəcək. Hətta o vaxtı Xalq Cəbhəsinin devri idi. Yazırdılar Xalq Cəbhəsinə üz. Mən neynədilər? Sənətə təzə gəlmişdim, təzə şöhrət tapırdım. Məni neynədilər dedim, yox, mən olmayacağam. Mən bilirəm ki, bu buludu Azərbaycan üzərindən çəksə, ulu öndərimiz çəkəcək. Çünki bu sevgidə, bu hissdə mənim uşaqlıqdan görürdüm ki, atam proqramlara baxırdı, torpaq haqqında o qədər mən ailə ilə bağlıydıq ki, yəni vətənimizə, torpağımıza. Onun üçün hiss eləyirdim ki, ancaq bizi xilas eləsə, xilaskarımız, ulu öndərimiz olacaq. Elə mən həmişə qeyd eləyirəm bu sözü də ki, elə bir günən ki, bu qara buludun içərisindən ulu öndərimizin Azərbaycana qayıdışı günəş kimi parladı Azərbaycan xalqının üzərinə.